Özün üçün heç bir oyma bütün nə yuxarıda, səmada və ya aşağıda, yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə. Belə şeylərə səcdə qılaraq ibadət etmə. Əksər kilsələrdə xaç xristianlığın simvolu kimi var. Bununla belə ilkin kilsə xaçdan xristianlığın simvolu kimi istifadə etməmişdir. Erkən kilsə dövründə xaç ölüm hökmü gözləyən cinayətkarlar üçün edam aləti idi. Çarmıxa çəkilmənin acınacaqlı faktı ilə əhatə olunmuş ilk xristianlar üçün xaçı hisslərlə gözəlləşdirmək təhlükəsi yox idi. Əvvəlcə xaç bütpərəstliyi simvolizə edən bir simvol idi. Xaç formaları xristianlıq dövründən çox əvvəl dini və ya başqa məqsədlərlə simvol kimi istifadə edilmişdir. Xaçın ictimai istifadəsi Konstantin dövründə xristianlar tərəfindən bir simvol olaraq qəbul edildi. Xristian kilsəsi xaçı bütpərəstliyin simvolu kimi qəbul etdi. İnsanlar bütpərəstliyin simvolunu düzəldib ona sitayiş edəndə məhv oldular. Aşera bütlərinə və başqa bütlərə qulluq etdi. Onların bu günahından ötürü Yəhuda ilə Yerusəlim üzərinə qəzəb gəldi. Bəs nə üçün İsraillilər bütlərə sitayiş etməyin onları məhvə apardığını bildikləri halda bütlərə sitayiş edirdilər? Bu ona görə idi ki, bütpərəstlər onları aldatdılar. Bütpərəstlər İsrailliləri aldadıb Misirin bütünün tanrı olduğuna inandırır və onları bütlərə sitayiş etməyə təhrik edirdilər. Bugün də bütpərəstlər insanları aldadırlar ki, xaç xristianlığın simvolu və İsa'nın qurbanı barədə xatırlatmadır ki, onlar xaça, bütə sitayiş edə bilsinlər. Deməli, sən bir surətə pərəstiş edəndə, istər onun tanrını, istərsə də bir məxluqu təmsil etdiyini güman etsən, artıq xurafata heyran olursan. Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun. Xaç düzəldən və ona sitayiş edənlər məhv olacaqlar. Məsih tərəfindən qurulmuş yeni əhdə inanın və Məsihin qanında iştirak etməklə xilas olun.